only to plus fail, only for somebody plus to plus fail, just to plus fail. Bu fail məncə də ola bilər. Bu strukturun içində də to be plus participle ilə verilə bilər. Biz buna baxış edirik. Haqqında danışdığımız hərəkət, hadisə, axırı nəticəsi istədiyimiz kimi olmayıbdır. For example, I worked every day for hours only to see that my friends do not appreciate my efforts. Yəni, mən bütün gün işlədim, amma sonunda gördüm ki, mənim dostlarım mənim cəhdlərimə dəyər vermirlər. Məsəl üçün, I made all my students do reading exercises. I kept them here all day. I spared extra time for them, only for them to ignore all my instructions. Yəni, bütün gün tələbələrə vaxt ayırmışam, ancaq yalnız onlar mənim bütün istiqamət vermələrimi, öyrətmələrimi ignore ediblər. Yəni, bu just to-ya da aiddir. Mətndə də belə ola bilər. Məsələn, I worked every day again to save lots of money and bought an expensive car only for it to be broken by a homeless guy. Yəni, maşın almışam, günlərlə sadə işləmişəm və sonunda bu maşında qırılıbdır. Yəni, axırı istədiyim nəticəsi olmuşdur, axırı pis olubdur. Bu, adətən axırı pis olan şeylərə və ya ən azından nəticəsi sən istədiyin kimi olmayan şeylərdən danışmaq üçün istifadə olunur.